Bir çox xarici ölkədə, o cümlədən də Türkiyədə restoran, kafe və digər qida içki müəssisələrində müştərilərdə xidmət haqqı, masa haqqı, örtük haqqı və ya oxşar adlar altında əlavə ödənişlərin tələb edilməsi qadağan edilib. Lakin Azərbaycanda hələ də bir sıra ictimai yaşayış obyektlərində servis haqqı adı altında əlavə ödənişlərin alınması müştərilərin əksəriyyətində narazılıq yaradır. Olmasa daha yaxşı olar məncə. Bu bahadır, amma 10%, 5% qoyan restoranlar var. Bunlar düzgün deyil məncə. Əlavə ödəniş nəyə lazımdır ki, onlara maaş verirlər də özləri. Qiymətlərin artımını nəzərə alsa, onsuz da yəni bunlar insanların üzərindən çıxılır. Ona görə də yəni əlavə olaraq servis haqqının olmasını yəni normal olaraq qəbul etmirəm. Restoranlarda çox bahatçılıqdır. Biz də arada bir gedirik də restoranlarda da. Hamı hesablaşır, öz hesabını bilir, gedir ora ki, yəni bir belə təxminən pul olacaq. Onun artıq gətirib o restoranda servis pulu hesablamağı məqsədə uyğun saymıram. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov bildirir ki, dünyanın bir sıra inkişaf etmiş ölkələrində əlavə ödənişlərin ləğv edilməsi istehlakçı hüquqlarının qorunması istiqamətində atılan mühüm addımdır. Onun sözlərinə görə bu təcrübənin Azərbaycanda da tətbiqinə ciddi ehtiyac var. Yaxşı olar ki, dövlətin bir qərarı olsun və Türkiyə təcrübəsi Azərbaycana gətirsin. Bu, bütün dünya üçün istehlakçı hüquqlarının qorunmasına doğru yönəlmiş çox yaxşı bir örnek olar. Dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstərərsənsə, mütləq istehlakçı xidmət göstərənə əlavə çay pulu verər. Lakin qətiyyən inandırıcı görünmür ki, Azərbaycanda servis haqqı məsələsi yığışdırılsın. Biz bunun tərəfdarıyıq əlbəttə. Lakin istehlakçı əgər xüsusiləşmiş bir otaqdan istifadə edirsə, orada multimedia avadanlıqları, digər avadanlıqlar istifadə olunursa, əlbəttə bu halda istehlakçı onun əlavə pulun verməlidir. Lakin bu, öncədən istehlakçıya bildirilməlidir. Azərbaycanda servis haqqı və depozit kimi ödənişlərin tutulması ilə bağlı xüsusi qadağa yoxdur, amma şəffaflıq və əvvəlcədən məlumatlandırma tələbi mövcuddur. Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, hazırda əlavə ödənişlərin tamamilə ləğv edilməsi ilə bağlı konkret qərarlar yoxdur. Bu biznesin qərarıdır, yəni servis haqqının tətbiq edib etməməsi təbii ki, həmin müəssisənin sahibkarından, orada idarə edən insanlardan asılıdır. Amma təcrübələr təbii ki, xaricdən gəlib. Müzakirələr aparılandan sonra düşünürəm ki, qərar verilə bilər. Tərəflər hamısı öz fikirlərini bir ortaya qoymalıdırlar. Təbii ki, bunun sosial-iqtisadi nəticələri ölçülməlidir və bundan sonra dediyim kimi bir səmərəli qərar verilə bilər. İqtisadçı Xaliq Kərimli deyir ki, servis haqqı və əlavə ödənişlər ləğv edilərsə, qida və içkilərin qiymətləri arta bilər. Xidmət haqqının ləğvi menyu qiymətlərinə restoranlar tərəfindən yenidən baxılmasına gətirib çıxara bilər. Adətən ortalama 10%-lıq belə deyək, xidmət haqqı təyin olunur. Bu menyu qiymətlərinin təqribən 5-10% bahalaşmasına gətirib çıxara bilər və ümumi şəkildə sonrakı qiymət hərəkəti, artırılmış qiyməti restoranlar saxlaya bilməyəcəklər. Bu asılı olacaq rəqabətin vəziyyətindən və alıcı tələbinin vəziyyətindən. Əgər alıcı xidmət haqqı ləğv olunandan sonra artırılmış qiymətlərlə restoran xidmətindən istifadəyə yenə də razılıq verəcəksə, restoranlar təbii ki, xidmət haqqı ləğv olunarsa daha yüksək qiymət təqdim eləməyə başlayacaqlar. Bir sözlə, yaxın gələcəkdə restoran və digər ictimai yaşayış obyektlərində servis haqqı, depozit kimi əlavə ödənişlərin ləğvi gözlənilmir. Qeyd edək ki, Portuqaliya, İsveç, Norveç, Danimarka, Türkiyə və bir sıra ölkələrdə belə ödənişlərin tətbiqi qadağandır. Ali Rəsulzadə Cəfər Qasımov, Ayaz Süleyman Soy, Xəbər Ertəsi.